Grammar exercise 1. Qrammatik çalışma, birinci çalışma. Write am is or a. Am is a nöqtələr yerində am is a'dan birini yazın. Hatırladıq ki, am is a birinci şəxsin təqini a ilə am işlənir. Üçüncü şəxsin təqini he, she, it ilə is işlənir. Qalan şəxslərdə isə a işlənir. Siz burada videonu dayandırıb cevapları tapa bilərsiniz, sonra onları tutuştura bilərsiniz. I not rich. I am not rich. This bag heavy. This bag bu çanta. Bu çanta üçüncü şəxsin təkidir. Üçüncü şəxsin təki ilə is işlənir. This bag is heavy. Bu çanta ağırdır. These bags bu çantalar. Üçüncü şəxsin cəmi. Üçüncü şəxsin cəmi hansı işlənir? A işlənir. These bags are heavy. Beşinci cümlə. Look. Baxın. Zira Helen. Bu Helen'dir. Is Helen. Zira is Helen. Emily. Altıncı cümlə. Emily at home. Emily üçüncü şəxsin təkidir. Üçüncü şəxslə nə işlənirdi? Is işlənir. Emily is at home.